Ürəyin ağrıyır, böbrəyi müalicə eləyirlər. Qaraciyərin ağrıyır, ağciyərin üçün müalicə yazırlar. Üstə gəldi ki, Səhiyyə Nazirliyi deyir ki, onlar həkim deyil, aldanmayın. Səhiyyə Nazirliyinə təbibinə sual verirəm ki, həkim olmayanın tibb müəssisəsində nə işi var? İnsanlar öləndən sonra, dünyasını dəyişəndən sonra bu səhiyyə sistemində oyanış baş verir. Yüzlərlə fakt göstərildi. Ondan sonra Səhiyyə Nazirliyi və yaxud da ki, təbib ayıldı ki, vay dədəsən demə Azərbaycanda belə qeyri-peşəkar həkimlər var imiş. Bəs siz hara baxırsınız? Ötən gün dedim, təcili tibbi yardım çağırırsan, o tibb bacısının əlində tutduğu çamadanda yoddan, pambıqdan, bintdən başqa heç nə yoxdur. Bunlar hamımızın evimizdə var da, niyə gəlirsiniz ki? Yəni bu madam ki, yodluq işimiz var, pambıqlıq işimiz var, dimidrol analgini işimiz varsa bunu özümüz eləyirik də. Buna görə təcili tibbi yardıma ehtiyac var. Nə soruşursan yoxumdur, nə soruşursan yoxumdur, nə soruşursan yoxumdur. Nə qədər satacaqsınız ki bu təcili tibbi yardıma verilən şeyləri? Qoyun birisi də bu insanların həyata dönüşü üçün istifadə olunsun da. Ürək xəstəsinin üstünə gəlirlər. Ürəyə müdaxilə etmək üçün heç nələr yoxdur. Xəstənin həyatını qurtarmaq üçün heç nələr yoxdur. Nə ehtiyac var ki onda bu təcili tibbi yardıma xidmətinə?